25 il əvvəl 1990-cı ilin bu günü yanvarın 20-si Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə keçmiş SSR-nin rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədi ilə Bakıya və Respublikanın digər rayonlarına Sovet hərbi hissələri yeridildi. Qanlı 20 yanvar günü 138 nəfər həlak olub, 611 nəfər ağır yaralanıb, 400 nəfər isə itkin düşüb. Qanlı 20 yanvarın 25-ci il dönümünü Azərbaycanlıların Mədəniyyət Mərkəzi də qeyd etdi. Bugünü o hadisədən 25 il ötür. Eyni hadisələr 9 aprel Gürcüstanda da baş vermişdi. Bu, xalqın mübarizliyi, müstəqilliyi uğrunda öz canlarını fəda etməsi bizim şanlı tariximizdir. Və bugün Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkili ilə bu hadisələr zamanı şəhid olan insanları anırıq və qeyd edirik və vurğulamaq istəyirəm ki, bu hadisələrdə Gürcüstan asilli Azərbaycanlılar da iştirak etmişdi və şəhid olmuşdu. Onlardan bir neçəsi Marınyönü rayonu sakini idi. Marneuli Bələdiyyəsinin Candar masivində yaşayanları müxtəlif sosial problemlər narahat edir. Problemlər siyahısına zibilxana, içməli su, kanalizasiya və salaxana itlər daxildir. Masif sakinlərinin sözlərinə görə məsələ ilə bağlı yerli hakimiyyət xəbərdardır. Subota su buraxdılar, 12-nin yarısında buraxdılar, 4-ün yarısında da bağladılar. Su bakımız boşdur, sudan çətinlik çəkirik, uşaqlıyıq, böyük ailəyik, sudan çətinlik çəkirik. Tezcək bağladılar. Bundan qabaq çox qoyulmamışdan sudan çətinlik çəkmirdik. Beşləri verirdik, həftədə 3 dəfə su buraxılırdı. Çocuk qovlar, sudan çətinlik çəkirik. Kanalizasiya, sabaka belə 10 it yığılırdı alımızla zivil töhmə yerdəndə. 10 it qorxuruq, zivil aparıb tökə bilmirik. Biz yerli özünə idarəyə yazılı şəkildə müraciət eləmişik. Onlar seçki qabağı bizimlə görüş zamanı problemlərimizin həll olunacağına söz verdilər. Biz də məsələlərin həll olacağını gözləyirik. Candar masivi sakinlərinin problemləri haqda icra başçısının müavini Zaur Tabadadze müsahibə verib. Onun sözlərinə görə hər bir sakin problemlərinin həll edilməsi məqsədi ilə yerli hakimiyyətə yazılı sürətdə müraciət eləməlidir. Gəlin içməli su problemindən başlayaq. Əhalini su ilə təmin eləmək bizim əlimizdə deyil. Onu su idarəsi həll edir. Su idarəsinin Marneulidə də ofisi var. Onlar Candar kəndində, Masivində, Qızılacılıda və Marneulidə həm su, həm də kanalizasiya sistemini idarə edirlər. Zibil qutuları orada 4 ədəd olmalıdır. Amma artırılması lazımdırsa artırarıq, problem deyil. Biz 2014-cü ildə Candarda mini stadion hazırladıq. Bu stadion müəssir standartlara cavab verir. Özü də masifdən 200 metr aralıdadır. Gedib ondan istifadə eləyə bilərlər. Yox, əgər həyətlərində stadion tikilməsini istəyirlərsə, bu da problem deyil. Ərizə ilə bizə müraciət eləsinlər. Su və kanalizasiya məsələləri ilə bağlı yazılı bizə müraciət eləsələr, o idarə ilə əlaqə saxlayaraq məsələnin tezliklə həllini tələb eləyərik. Candar masivi sakinlərinin problemləri həll olacaq ya yox? Bu suala növbəti reportajımızda cavab tapa biləcəksiniz. Təşkilatı İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Marneulidə siyasi partiyaların bölgə nümayəndələri üçün trening seminar keçirilib. Seminarın mövzusu seçkilərdən sonra araşdırmaların aparılması məsələsi olub. Bu layihə 6 aylıqdır və ölkənin müxtəlif bölgələrində həyata keçirilir. Bu trening partiya seçki qabaqları olan problemləri və orada anketlərin necə doldurulması haqqında burada bir neçə gündür treninqdəyik. Və bu trening çox gözəl proyektləri var. Seçki qabaqları biz insanlarla, əhali ilə ünsiyyət quracaq və burada onların bir neçə maraqlandıran suallarla kontaktda olacaq.
Onlara öz təşkilatçılıqları ilə araşdırma aparma yollarını öyrədirik. Bu mövzu hər bir siyasi partiya üçün aktualdır. Layihə apreldə sona çatır. Daxili İşlər Nazirliyinin Samtskı-Cavaxeti bölgəsindəki əsas şöbəsinin Axalsixi nümayəndəliyinin əməkdaşları operativ informasiya əsasında apardıqları istintaq nəticəsində 1978-ci il təvəllüdlü vətəndaşı qeyri-qanuni ağac kəsmə faktı ilə saxlayıblar. Hüquq mühafizəçiləri 22 ədəd 5 metr uzunluğunda olan odun avadanlıqlarını aşkar ediblər. Axalsixi rayonu Sopel Bogis მიმდებარე ტერიტორიაზე Axalsixi rayonu Boli kənd ərazisində yerləşən ağacların qeyri-qanuni kəsilməsi faktı əsasında bir nəfəri saxladıq. Onu idarə etdiyi yük avtomobilindən qeyri-qanuni kəsilmiş 42 ədəd 5 metr uzunluğu olan odun məmulatları aşkarlandı. Xelvaçauri rayon polis idarəsinin Qonyodakı şöbəsinin əməkdaşları operativ apardıqları istintaq nəticəsində 1981-ci il təvəllüdlü Türkiyə vətəndaşını külli miqdarda narkotik vasitələri qeyri-qanuni almaq və saxlamaqda ittiham eləyərək saxlayıblar. Onu hüquq mühafizəkarları narkotik vasitələrini Türkiyədən Gürcistana gətirən zaman Batumda hava limanı döngəsində saxlayıblar. Batumda hava limanı yolunda Türkiyə vətəndaşını saxladıq. Onun üzərindən 50 həb narkotik vasitə və marixuana çıxdı. İstintaq qeyri-qanuni külli miqdarda narkotik vasitə alıb saxlama maddəsi ilə davam edir. Daxili İşlər Nazirliyi tərəfindən ailədə şiddətə qarşı yönləndirilmiş şiddətə yox kampaniyası nəzdində elan olunan müsabiqədə qalib olan İvan Cavaxişvili adına Tiflis Dövlət Universitetinin tələbələrinə universitetin rektoru Vladimir Papava şəxsən etiqadnamə verdi. Daxili İşlər Nazirliyi ailədə şiddətə qarşı müxtəlif kampaniyalar, layihələr həyata keçirir. Biz müsabiqədə elan elədik ki, bu müsabiqədə jurnalistlər, tələbələr də iştirak edirdilər.